Salam, bizim Səda efirdədir. Bilirəm ki, aranızda saatın 5 olmasını səbirsizliklə gözləyənləriniz də var. Hamılıqla xoş gördük sizləri. Diqqətiniz bizdədirsə, onda başladıq. Qadınlar zərif və həssas məxluqlardır. Düzdür, kişiləri güclü cinsin nümayəndəsi hesab etsələr də, bəzi situasiyalarda qadınlar kişilərdən daha dözümlü, daha soyuqqanlı ola bilirlər. Lap elə götürək ən adi ev işlərini. Səbir, diqqət və səliqə tələb edən bu işləri hansısa kişinin canla başla yerinə yetirdiyini görmüsünüzmü? Yox, nə danışırsınız? Bəylərimiz uzaqbaşı çay içdikləri stəkanı masanın üzərində qoyub getməyə qadirdirlər. Deyəsən axı, haqsızlıq elədim. Hərdən bir özlərinə çay da süzə bilərlər. O da ki, elə minnət qoyarlar ki, ondansa 5 stəkan çay versəydiniz, daha yaxşı olacağını düşünərsiniz. Belə olan halda biz qadınlar əsəbləşməyək, bəs neyniyək? Bir düşünün, uşaqların tərbiyəsi, təhsili, evin təmizliyi, səliqə səhmanı hamısının məsuliyyəti üzərimizdə olsun. Hələ üstəlik işdən qaydanda bir xoş sözlə qarşılayan olmasın. Bu zaman özünüzü necə hiss edərsiniz? Təbii ki, pis. Bu mövzu elə mənim də yaralı yerimdir. Buna görə də qadınları əsəbləşdirən səbəblər haqqında elə mən özüm danışacağam. Əsəb narahatlığı müxtəlif səbəblərlə bağlıdır. Bu narahatlığı aradan qalxmasında isə əsas şərt iradəli olmaqdır. Bəli, bu dəfəki mövzumuz məhz əsəbdir. Niyə daha çox qadınlar əsəbləşir? Bax, bunu araşdıracaq. Əgər diqqətiniz bizdədirsə, başladıq. Əsəb gərginliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə olunur. Bu zaman ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparılmalıdır. Təsirli müalicə üsullarından biri isə açıq havada gəzintidir. Əsəb pozğunluğundan əziyyət çəkənlər ürəklərini də qayğısına qalmalıdırlar. Məişətin istənilən sferasında insanı əsəbləşdirən, onu səbirdən çıxaran mütləq nəsə olur. Və əsasən də bu əgər həssas canlılara aiddirsə və ən həssas varlıq olaraq qadın götürülürsə, mütləq onun əsəblərini korlaya biləcək, onu əsəbləşdirəcək nəsə olur. Əsəb zəifliyi törədən amillərə qarşı mübarizə aparmaq əsas şərtdir. Həssas adamlar bu xəstəliyə daha tez tutulurlar. Bir sıra qidalar sinirlərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, kələm, çörək, alma və bu kimi qida məhsulları mühüm əhəmiyyət kəsb edir. Əsəbliyin bir çox növləri vardır və onların daha az manifestasiya, yəni təzahür olunan formaları var. Bu da nevrosteniya xəstəliyi adı altında gedir və nevrosteniya zamanı insan hər bir şeyə reaksiya verməsi, əsəbi olması, yuxusunun pozulması, baş ağrıları tez yorulmaq, iş qabiliyyətinin enməsi, ümumiyyətlə işə həvəsi, ailədə həvəsi, ailə işlərinə, məişət işlərinə həvəsinin azalması ilə gedir. Əməklə məşğul olan şəxslər daha çox yorğun və əsəbi olurlar. Həddən artıq yorğunluq isə əsəbləri qıcıqlandırır, yuxusuzluq əmələ gətirir, qan təzyiqini yüksəldir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar. Nədənsə bu əsəbləşmək mövzusu qadınların yaralı yeridir. Bunlardan bəzilərini mən deyim, siz də bilin. Məsələn, kökəlmisən, qadınsan, oturduğun yerdə. Mən kişiyəm, sən mənim istədiyimi etmək məcburiyyətindəsən. Heç kim anam kimi gözəl yemək pişirə bilmir. Bu kimi sözlər qadınları əsəbləşdirən əsas səbəblərdəndir. Çox vaxt kişilər deyir, məsləhət almağı sevmədikləri üçün qadın nəsə demək istəyəndə onun sözünü kəsirlər və yaxud sən bu haqda nəsə deyə bilməzsən, bu sənin işin deyil. Bu tip cümlələr həmişə qadınları əsəbləşdirir və yaxud qadın özü ilə kimisə müqayisə edəndə mütləq şəkildə bu qadında səbirsizlik, əsəb yaradır ki, hansı ki bu bütün insanlarda var ki, heç bir insan başqası ilə müqayisə olunmaq istəməz və ən əsası da bu qadındırsa, başqa bir qadınla müqayisə heç vaxt olunmaq istəməz.
Kişilər deyəcəklər ki, yoxsa biz kobud məxluqlarıq. Əlbəttə ki, yox. Ancaq biz xanımlar yaradılış etibarilə daha incə detallara fikir veririk. Bir sözlə, əziz kişilər, əgər xanımınız çox əsəbləşibsə, sakitləşənə qədər gözləyin. Yetər ki, bu cür hallar çox nadir olsun, gündəlik adi bir hadisəyə çevrilməsin. Ən əsası isə səsimiz qonşulara getməsin. Ülbə Elxan qızı, Rüfət Əliyev, Lider TV. Özü boyda yerin altında da var. Bunu kimlər ünvanlayırlar, bilirsinizmi? Onlar barəsində çox bilmişliyindən boyu balaca qalıb da deyirlər. Yox, bu sözlərimlə bəstəboylarımıza sataşmaq niyyətində deyiləm təbii ki. Ona qalsa uca boylulara aid bir deyim də var. Söyləyim ki, nə şiş yansın, nə kebab. Deyirlər uzunun da ağlı topuğunda olar. Yeri gəlmişkən, dünya miqyaslı şəxsiyyətlərin əksəriyyəti çinar qamətli olmayıb axı. Bir məqalə oxumuşdum bu yaxınlarda. Deyir, bəstəboy insanlar bu üzdən komplekslər yaşayır və bu sarıdan hiss etdikləri çatışmazlığı, bilikləri, ambisiyaları ilə telafi etməyə çalışırlar. Görəsən bu fikir nə dərəcədə həqiqətə uyğundur? Bunu isə növbəti sujetimizdən sonra dəqiq biləcəyik. Sən bilirsən nəsən? Sənin yarında yerin altındadır. Ona görə boyun çıxmayıb da. Yəqin ki, bu sözləri çoxunuz eşitmişsiniz. Çoxunuz deyəndə ki, boydan biraz əziyyət çəkənlər. Bəli, bu dəfə sizlərə el arasında çox bilmiş adı qazanan balaca boy insanlardan danışacağıq. Qədd-qamət bəzi insanlara problem yaratsa da, alçaq boy olanlar üçün sadəcə xəyaldır. Bəzən bu elə bir kompleks həddinə çatır ki, barmaqları üzərində dayanaraq boylarının hündür göstərməyə çalışanlar belə olur. Xanımlar əgər hündür olmaq istəyirlərsə, onlar üçün problem deyil. Misal üçün, dikdaban geyinə bilərlər, hündür daha çox ayaqqabılara üstünlük verirlər və bununla da artıq o kompleksi bərpa etmiş olurlar. Kişilər özlərinə necə kompensasiya edirlər? Tamamlamaq onlarda başqa cür bir özə verir. Misal üçün, kişilər daha çox səslərini qalınlaşdıraraq və ya hər hansısa bir vəzifə sahibi olaraq və ya bir balaca vahimə yaradaraq, kiçik boyluları cəlbedici saymasalar da belə insanlar müsbət keyfiyyətlərinə görə uca boylulardan heç də geri qalmırlar. Əksinə, balaca boy insanlar güclü ambisiyaya malik olurlar. Onların əksəriyyəti zəkalı, səmimi, digərlərinə nisbətən daha diqqətli, qayğıkeş və fədakar olurlar. Əksər hallarda məhz balaca boy insanlar lider ruhlu, öndə gedən və avtoritar olublar. Belə şəxsiyyətlərə Makedoniyalı İskəndəri, Monqol imperiyasının banisi Çingizxanı, Fransa imperatoru Napoleon Bonapartı, Rusiya inqilabçısı Vladimir Leninin, Rusiyanın baş naziri Dmitri Medvedevi də misal göstərmək olar. Elə bizim məşhur aktyorumuz Natiq bəy də boynu problem etmədən hər zaman məhz öz işi ilə adından söz etdirən sənətçilərdəndir. Onun boyu balaca olsa da, lakin heç bir zaman bunu problemə çevirməyib. Gənclik vaxtlarımda hətta elə olurdu ki, mən evdən çıxmaq istəmirdim. Sonra yavaş-yavaş dedim ki, mən depresiya düşürəm, belə olmaz. Deyirlər ki, balaca boy insanlar çox bilmiş olurlar, onların yarısı yerin altındadır. Və bu haqda bu fikirlərdə nə deyərdiniz, necə düşünürsünüz? Valla mənim tanıyanlar bilirlər ki, mənim çox bilmişdiyim zadım, bildiyim zadım yoxdur. Yəni, mənim tam səmimi deyirəm, mənim səmimiyyətimi hamısı bilir. Yəni, mənim ətrafımdan, yoldaşlarımdan da soruşsaz, o içi qurtda adamlar bilir. Çox bilmiş, balaca, yox, mən deyilir ki, yox. El arasında belə insanları çox bilmiş hesab edirlər. Həqiqətən də bəstəboy insanlar daim öyrənməyə və həyatlarının digər sahələrində uğur qazanmağa meyillidirlər. Bəs gəlin görək, balaca boylulara çox bilmiş deyən paytaxt sakinləri bunun səbəbini bilirmi? Dünya görüşləri çox olar da və yəqin ki. Çünki onların bir hissəsi yerin altındadır, elə düşünürəm. Hündürboy insanlar elə də düşüncəli olmurlar. Balaca oyuna elə ki, düşüncəli olur ki, çox bilmiş olur. Həm boyuna görə, həm dilinə görə. Belə deyirlər, çox ağıllı olur, belə. Hawaii Universitetinin alimləri uca və kiçik boy insanlar arasında maraqlı bir araşdırma aparıblar. Onların qənaətincə kiçik boylu insanlar daha uzun ömürlü olurlar. Nəticələr 1,58 sm və bundan aşağı boylu insanların ömrünün 1,63 sm-dən hündür olan insanlara nisbətən daha uzun olduğunu göstərib.
Bəzən daha ağıllı ola bilirlər, amma bu bəzən hər zaman belə deyil. Yəni insanlar bundan ötürü qısa olub nəyisə hədəfləmənin bir yeri yoxdur. Amma qısa olan insanlar da cəmiyyətdən geri qalacaq deyə bir şey problem yoxdur. Olanlarda 18-24 yaş arası, qızlarda 16-22 yaş arasında bunlarda sümükləşmə tamamlana bilir. Ondan sonra bunu uzatmaq sadəcə cərrahi üsullarla, yəni sümük müəyyən hissələrdən sındırılaraq xüsusi aparatlarla uzatmaq mümkündür. Dünyaya nəzər salsaq görərik ki, ən yaşlı insan sayılan fransız Jana Kalmanın boyu 1,48 santimetrdir. Dünyanın ən alçaq boylu qadını isə Cənubi Afrikalı Mark Besserdir. Onun boyu isə 55 santimetrdir. Belə, biz sizi çox bilmiş kimi tanınan balaca boylar və onların xarakteri barədə az da olsa məlumatlandırmağa çalışdıq. Təbii ki, boyu istənilən uzunluqda etmək insanın əlində deyil. Bu bəzən genetikanın, bəzən də taleyin hədiyyəsidir. Boynuzun ölçüsünü dərd etməyəcək qədər müdrik olmağınız diləyi ilə Türkan Mahmudova, Zaur Bayramov, Lider TV. Bilirsiniz nə müşahidə etmişəm? Bu alış-veriş ki var, əməlli başlı antistres dərmanıymış. Bu barədə əvvəllər çox eşitsəm də, nəsə beynimə batmırdı. Biz insanlar da beləyik də, bir iş başımıza gəlmədən, onu öz üzərimizdə sınamadan çətin inanırıq. Bax, elə mən də hardasa bir il öncə yaşadığım stres nəticəsində depressiv vəziyyətə düşdüm. Daimi ruhi və psixoloji gərginlik, daxili ümidsizlik, nə başınızı ağrıdım. Heç yaxşı şey deyil bu depressiya. Allah kimsəyə göstərməsin. Ancaq bunu yaşayanlar məni yəqin ki anlayar. Hə, onu deyirdim axı. Bax, həmin o çətin məqamlarda da ən yaxşısı evdən çıxmaq, cəmiyyət arasında olmaq, dost, tanış, qohum-əqraba ilə vaxt keçirməkdir. Mənə məlhəm kimi gələn məşğuliyyətlərdən biri də shopping idi. Düzdür, bu problemi kökündən həll etməsə də, onu müvəqqəti də olsa unutmağa imkan verir. İnsanın beyni qısa müddətə də olsa dincəlir. Bu qadınlar da belədir. Bəs görəsən bəylərimizə shopping necə təsir edir? Bu haqda isə Nurlan şəxsən özü danışacaq. Belə bir deyim var, insanı geyiminə görə qarşıla, ağlına görə yola sal. Amma şəxsən mən bu deyimi qəbul etmirəm. Çünki müasir dövrdə geyim insanın zövqü, dünya görüşü və sosial statusundan xəbər verir. Zövqlü geyim insanda özünə inam yaradır. Bəzi hallarda isə aldığımız geyimlər zövqlü olsa belə bədən quruluşumuzu tamamlamır. Xüsusilə kişilər belə məsələlərə xırda nüans kimi yanaşır. Nəticədə səliqəsiz və arzu edilməz görünüşlə qarşılaşırıq. Dəb məsləhətçisi Əhməd Əliyevin fikrincə, geyim bədən quruluşuna uyğun seçilməsə, heç vaxt zövqlü sayıla bilməz. Dünya brendləri, hətta məsələn, mən özümdə yazanda fikir verirəm ki, bu il kişi geyimlərində ondan əlavə də həmin o damalı geyimləri daha çox arıq insanlara məsləhət görürlər. Daha çox arın, bədəni biraz fit olan insanlara. Nəyə görə? Çünki dama ümumiyyətlə özü insanları daha biraz böyüdür və o damaları məsələn aşağı olan zaman insan hündür görsənir və bədən daha yığcam görsənir. Yox, əgər böyrə gedirsə bu damalar, yəni qorizontalinə, o zaman artıq insan daha kök və daha çox yayılır. Yəni baxış nəzərindən elə daha çox. Mütəxəssislərin fikrincə siz köksünüzsə dar kəsimli paltarlardan az istifadə etsəz daha doğru olar. Xüsusilə də qalın toxunuşlu jaketlər və digər üst geyimləri sizi bir qədər də kilolu göstərə bilər. Yaşlı insanlar və kök insanlar çalışsınlar ki, hər zaman sadə, bir ton kostyumlara üstünlük versinlər. Bu qara bu idealdır, bunu hamı bilir. Məsələn, bir də görürsən ki, elə rəhlər var ki, məsələn, onu da geyinirlər. Amma bax, mən söyləyim, dama olan kostyumlardan çalışsınlar, uzaq olsunlar, elə kök insanlar. Çünki onları həm kök göstərəcək birincisi, həm də ki, bir balaca onların yəni o belə deyək də ümumi görünüşünə o qədər də yaraşmayacaqdır. Zövqlü obrazın tam olması üçün ayaqqabı da əsas şərtlərdəndir. Ayaqqabı geyim üslubunu tamamlamalıdır. Bəzi hallarda isə ayağı böyük olan kişilər ayaqqabı seçimində çətinlik çəkirlər. Odur ki, böyük ölçülü ayaqqabı alarkən burnu qısa modellərə üstünlük verilməlidir. Ayaq ölçünüz kiçikdirsə, onda seçiminizdə sərbəst ola bilərsiniz. Əynimdəki bu pencək, yəni kostyum, xüsusi görüş və ziyafət üçün nəzərdə tutulur. Bir qədər çəkisi olan insanlar belə orta dar kəsimli pencəklər geysə daha doğru olar.
Əgər bədən quruluşunuz normalara uyğundursa, onda belə dar kəsimli pencəklər geyinə bilərsiniz. Bir qədər cılız insanlara isə məsləhət olunmur. Çünki dar kəsimli pencəklər həmin insanları daha da cılızlaşdırır. Əksər hallarda ucuz mallara üst tutulur. Lakin mütəxəssislərin fikrincə keyfiyyətsiz mal zövqlü olsa belə tezliklə sıradan çıxır. Odur ki, ucuz ətin şorbası olmaz deyimini unutmayın. Hər zaman zövqlü görünməyiniz diləyi ilə Nurlan Vilayətoğlu, Ülvi Rəhimov, Lider TV. İnsan çox istəsə bacarmayacağı iş, öhdəsindən gələ bilməyəcəyi problem yoxdur. Ən azından mənə belə gəlir. Bilmirəm, bəlkə də səhv düşünürəm. Amma onu da dəqiq bilirəm ki, hər işi bilənlə, yəni bu sahə üzrə puxtələşmiş birinə həvalə etmək daha düzgün olardı. Uzaq görən atalarımızın bu barədə də müdrik bir kəlamı var. Eşitməmiş olmazsınız. Deyirlər, çörəyi ver çörəkçiyə, birin də üstəlik. Ancaq bu deyimi ilk dəfə eşidəndə təsəvvürümdə bu ifadənin hərfi mənasını canlandırmışdım. Yəqin ki, bu hamınızda eyni cür olur. Mərc gələrəm ki, sizdə də. Axı çörəkçi çörəyi neynir? Hələ birində üstəlik versinlər. Nəysə, gəlin görək atalar sözləri və deyimlər üzrə diplomsuz mütəxəssisimiz Adil bu haqda nələri söyləyəcək? Çörəyi ver çörəkçiyə, birin də üstəlik. Mən bu atalar sözünü ilk dəfə eşidəndə 2-ci sinifdə oxuyurdum. Düzü, həmin vaxt heç nə başa düşməmişdim. Fikirləşirdim ki, yəqin yuxarı siniflərdə oxuyanda başa düşərəm də. Çünki yuxarı sinif şagirdləri məktəbə portfelsiz gəlirdilər, dərsdən qaçırdılar. Bu isə o deməkdir ki, onlar daha ağıllı idilər. İllər keçdi, məktəbi başa vurdum. Amma hələ də bu məsələ çəkiləndə mənası mənə çatmır. Belə getsə, heç vaxt öyrənə bilməyəcəm deyib sizdən soruşuram. Deyin, nə üçün məhz çörəyi çörəkçiyə verirlər? Valla mən elə başa düşürəm ki, o işin sahibinə, o sənəti bilənə təklif elə. Ondan daha yaxşı cavab alarsan, nəinki naşıda. O adam ki, çörəyi qazanmağı bacarır, onun qədrini bilir. Həmən adama da ilahi deyir ki, çörəyi ver çörəkçiyə 5 artıq. O adam ki, çörəyin qədrini bilmir. O adama Allah da deyir ki, ona heç çörək vermək düzgündür. O çörəyin qədrini bilmir. O mənası budur. Əgər başa düşən insanlar varsa, deməli, o qabiliyyəti olan insanlar. Qabiliyyətsiz insan da qabiliyyəti, hər diginə başa düşməyəcək. Ona görə deyirlər ki, çörəyi və çörəkçiyə bir də üstəlik. Bir halda ki, söhbət çörəkçidən gedir, onda məsələyə daha fərqli. Daha doğrusu, real aspektdən yanaşmaq qərarına gəldik. Bunun üçün də üst tutduq çörək zavodlarının birinə. Dedik, bəlkə çörəkçilik qədim sənətdir. Ona görə o vaxt atalar bu deyimi papaqçı, taksi sürücüsü və ya çilingər haqqında yox, məhz çörəkçi haqqında deyiblər. Bu atalar sözünün də əsl mənası anlamında hər bir peşə sahəsində professional insanların çalışması başa düşülməlidir. Yəni bu çörək sahəsində, çörək özü müqəddəs nemət olduğu üçün onun həm mənəvi tərəfi var, həm də onun professional tərəfi var. Yəni mənəvi tərəfi odur ki, bu sahədə çalışan insanlar mütləq mənəvi pak insanlar olmalıdır və bu qarşısına durduğu nemətin hansı nemət olduğunu dərk eləməlidir. Və bu insanların bir prinsip olmalıdır, düzgünlük prinsipi olmalıdır. Ayqadan alım. Çörəkçiyə aparıb çörək versən adama deməz ki, başın xarab olur. Mən hələ əlində saxladığın o biri çörəkləri demirəm. Yox, adama od vurarlar. Görünür, son nəticədə bu atalar sözünün də izahını folklorşünasdan öyrənməli olacaq. Materialı verərsən bir kimsəyə, ondan ortalığa lazım olan bir məzməni çıxarda bilməz. Ancaq onu peşəkara, ustaya, uzmana verərsən, onu elə qənaətlə, elə cila ilə, elə gözəlliklə, elə işvə ilə düzəldər ki, hətta onun qənaəti hesabına biri də artıq olar. Burada həm sən qazanarsan, həm usta qazanar, həm istehsalçı qazanar, həm istehlakçı, müasir dillə desək. Məsələ aydın oldu. Amma düzün desəm, çörəyi ver çörəkçiyə birin də üstəlik deyimini başa düşməsəm də, nəsə bir məna kəsb etməyinə hətta uşaqlıqdan inanırdım. Bu da nəticəsi. Onsuz da istənilən sahədə qeyri-peşəkar kadrlar, işin öhdəsindən gələ bilməyən insanlar var. Belələri bacarmadıqları işdə işləməklə nə qədər səhv addım atırlarsa, onları işə götürənlər də bir o qədər düz etmirlər. Bu dəfəki deyimin də, el məsəlinin də mənasını öyrənməyə çalışdım. Bəli, çörəyi ver çörəkçiyə,
Birində üstəlik o deməkdir ki, işi doğrudan da sözün əsl mənasında işi bacarana, onun peşəkarına həvalə etmək lazımdır. Gəlin elə biz də praktik olaraq belə edək. Buyurun. Bu bir, bu iki, biri də üstəlik. Təşəkkür edirəm. Adil Rasimoğlu, Turab Məmmədov, Lider TV. Bax belə, indi bildiniz ki, şopinqə getmək əslində nəticə etibarilə pis vərdişdən doğan ən yaxşı vərdişdir. Amma bəylərimizə bir tövsiyəm var. Qadınlarınızın qədrini bilin, onlara hörmət və qayğı ilə yanaşın ki, müsbət nəticəsini də görəsiniz. İnanın ki, sizi öz həyat yoldaşınızdan yaxşı anlayan ikinci bir adamı çətin ki tapa biləsiniz. Elə Adilin dediyi kimi, çörəyi verin çörəkçiyə, birini də üstəlik. Bugünlük isə bu qədər, yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Bax, soyuqdur. Kurort yox, prop deyir. Şopinqə getmək əslində nəticə etibarilə pis və bir də. Şopinqə getmək əslində nəticə və etibarilə. Bəylərimizi... Yox. Nə danışırsınız? Yaxşı. Qadınlar zərif və həssas məqluqlar. Bilmirəm, de bu. Digər həlqələrdən təcrüz olunmuş... Bir də. Burada gülüm sonra keçim. Elədim qaldım. Hər bir işin bələninə. Yaxşı, hamısını deyirdim. Onu deyirdim, bir. Bu alış-veriş ki var, əməlli başda antistres getmir. Allah haqqı getmir. Sağ olun, salamat qalın.